Əmin, mən 9-da 210 yığmışam, 11-də nəsə alınarmı? Rəyin şirinliyinə bir dənə baxın. Adam buna necə cavab verməsin? Adı gözəl, özü gözəl Hüseyin. 9-cu sinif imtahanında 210 bal yığmışsansa, sən artıq tələbəsən. Yəni, sən artıq tələbə olmağını sadəcə o imtahanı verməyin qalıb, çox az bir zamanın qalıb. Bu heç, bunu qoydum qırağa. Uşaqlar, sizin məqsədiniz bir şəkildə tələbə adını qazanmaq, əsgərlikdən yayınmaq, qızlar evlilik prosesini uzatmaq, oğlanlar 4 ildə orada vaxt keçirim, kankalarım olsun filan. Bu olmamalıdır. Sənin məqsədin gələcək həyatını sağlam şəkildə qurmağın olmalıdır. Məqsəd, ali məktəbə girmək çox asan bir. 210 bal yığan uşaq, buraxılışda da 11-də 200 bal yığsa, blokdan da 150 yığsa, bu uşaq bir şəkildə qəbul olacaq. Özələ də olsa qəbul olacaq. Niyə olmasın? Səbəb nədir? Amma sabah o qəbul olacağı yer, onun ixtisasına, onun xarakterinə, onun gələcəyinə nə kimi qatqısı olacaq? Məsələ budur. Yəni, sıradan yerə qəbul olmaq, bu hələ qəbul olmaq demək deyil. Əgər sənin hal-hazırda 9-cu sinifdə 210 ballıq potensialın varsa, sən 11-də 280-in üzərində buraxışda yığa bilərsən. Düzdür? Bloku da ən azından 250-nin üzərində edirsən, heç olmasa gedib ya pulsuza qəbul olursun, ya da ki, pullu, lazımlı, faydalı bir ixtisasa qəbul olursun. Yəni da ən axırıncı vəziyyət, uşaqların ən böyük problemi odur ki, biraz oradan, biraz buradan hədəfi çox minimum götürürlər və gedib o minimuma da çatmırlar. Çox yaxın götürür, oradan da çata bilmir. Sən biraz hədəfi böyük götür. Böyük götür ki, yəni sən hədəfini 650 bal tut ki, gedib 550 yığasan. Sənin hədəfini 250 bal olandan sonra 250 nədir ki, elə bir hədəfdir ola. Düzdürmü? Ona görə hədəfinizi yuxarı tutacaqsınız və onun üçün lazım olan nə lazımdırsa hamısını edəcəksiniz. Bizim üzərimizə düşən o ola bilər ki, əgər tutaq ki, sənə onlayn hazırlıqlar lazımdırsa və altını cızaraq deyirəm ki, özündə o məsuliyyəti hiss edirsənsə, çünki onlayn hər adamın işi deyil. Məsuliyyətin olmalıdır. O məsuliyyəti özünə görürsənsə, bəli, bizə qoşula bilərsən, bizlə minimal qiymətlərlə rahat hazırlaşa bilərsən bütün fənlər üzrə. İstər sentyabrdan hazırlaşa bilərsən, həmçinin indi də ikinci cəhd imtahanı üçün hazırlaşa bilərsən bu son vaxtlarda olsa. Qoşulmaq üçün 055 597 0151-ə yazıb dərslərə qoşula bilərsiniz. Hətta bu nömrəyə yazıb yay dərsləri üçün də qeydiyyatdan keçib yay ərzində də bizlə hazırlaşa bilərsiniz. Səhifəni izləməyə davam edin. Biz də sizin suallarınıza cavab verməyə davam edəcəyik. Sağ olun.